Bəzi universitetlərdə dövlət sifarişli müəyyən ixtisaslar üzrə qəbul balları 200 civarındadır. Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi Abituriyent 12 jurnalında əks olunan elmi statistik materialların təhlili belə deməyə əsas verir. Təhsil ekspertləri isə deyirlər ki, bəzi ixtisaslar üzrə keçid balının aşağı olması heç də həmin fakültələrin az əhəmiyyətli olması anlamına gəlmir. Keçid ballarının 200 VO-nun ətrafında formalaşdığını görürük. Məsələn, geologiya və geofizika mühəndisliyi, meliorasiya mühəndisliyi, mexanika, cihaz mühəndisliyi, informasiya təhlükəsizliyi, eləcə də ikinci ixtisas qrupunda maliyyə yönümlü ixtisaslar, marketinq, maliyyə, mühasibat uçotu, bu kimi ixtisaslarda biz keçid ballarında xeyli aşağı bir hədd müşahidə edirik. Təbii ki, bu ümumilikdə abituriyentlərdə çaşqınlıq yaradır. Abituriyentlər ya düşünürlər ki, bu ixtisaslar lazım deyil və yaxud da yüksək bal yığan abituriyent belə ixtisaslara önəm vermir. Amma halbuki o ixtisasların böyük əksəriyyəti əmək bazarında tələbatı var. Ekspert deyir ki, İdman Akademiyasında, İlahiyyat İnstitutunda, Sumqayıt Dövlət Universitetində, həmçinin Qərbi Kaspi və Odlar Yurdu universitetlərində də bəzi ixtisasların keçid balları 200 civarındadır. 3-cü ixtisas qrupunda 200 bal ətrafında tərcümə ixtisası var. Bəyən biz tərcümə ixtisası, laf olsun politologiya, dövlət və ictimai münasibətlər, bu ixtisaslar bəyəm əmək bazarında tələb görmürmü? Yəni bizə politoloq lazım deyilmi? Məncə lazımdır və bu belə deyək, önəmli ixtisaslar siyasətində. 4-cü ixtisas qrupunda da məsələn psixologiya, biologiya müəllimliyi, kimya müəllimliyi, eləcə də 1-ci ixtisas qrupunda fizika müəllimliyi, bunların balları 200 ətrafı cəmləşir. Qeyd edək ki, dövlət sifarişi üzrə hazırda 1-ci qrup üzrə ən aşağı keçid 201,5 balla Dövlət Neft və Sənaye Universitetinin cihaz mühəndisliyi ixtisasında, 2-ci qrup üzrə 258,6 balla İdman Akademiyası, İdman Menecmenti və Kommunikasiya ixtisasında, 3-cü qrup üzrə isə 289,1 balla İlahiyyat İnstitutunun Dinşünaslıq ixtisasında, 4-cü qrup üzrə isə ən aşağı keçid 205,3 balla Qərbi Kaspi Universitetinin Su Biyo Ehtiyatları və Akvakultura ixtisası üzrə olub. Aynurə Xudaverdiyeva, Xəzər xəbər.